Dəmir Quranda böyük diqqət yetirilən kimyəvi elementlərdən biridir. Quranın hədid, yəni Dəmir surəsində belə buyurulur: Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik, endirdik. Hədid 25. Ayədə dəmirlə bağlı işlədilən endirmək sözünü məcazi mənada onun insanların istifadəsinə verilməsi kimi də başa düşmək olar. Ancaq endirmək sözünü yağış və günəş şüaları üçün işlədilən həqiqi mənasına diqqət yetirdikdə ayənin çox mühüm elmi möcüzə olduğunu görürük. Çünki müasir astronomiya elmi yerdəki dəmir mədənlərinin kosmosdakı böyük ulduzlardan gəldiyini sübut edir. Bu isə təkcə yerdə yox, bütün günəş sistemində olan dəmirin kənardan əldə edildiyini göstərir. Kainatdakı ağır metallar böyük ulduzların nüvələrində hazırlanır. Ancaq günəş sistemi dəmir elementini öz nüvəsində hazırlaya biləcək gücə malik deyil. Çünki günəşin temperaturu dəmir elementinin meydana gəlməsi üçün kifayət deyil. Dəmir ancaq günəşdən də böyük ulduzlarda bir neçə 100 milyard dərəcəyə çatan temperaturda meydana gələ bilər. Nova və supernova adlandırılan bu ulduzlarda dəmirin miqdarı müəyyən həddi keçəndə ulduz artıq onu saxlaya bilmir və partlayır. Bu partlayış nəticəsində dəmirə çevrilən meteoritlər kosmosa səpələnir və göy cisimlərindən birinin cazibə qüvvəsinə məruz qalaraq onun tərəfindən cəzb olunana, yəni onun üzərinə enənə qədər kosmik boşluqda hərəkət edir. Bir elmi mənbədə isə bu məsələ ilə bağlı bunlar qeyd edilir. Sitat: Tarix etibarilə daha qədim olan supernova hadisələrini isbat edən dəlillər var. Məsələn, dəniz yatağında yığılan dəmir 60 elementi günəşdən 90 işıq ili məsafədə təqribən 5 milyon il əvvəl meydana gələn bir supernova partlayışının dəlili kimi izah edilir. Supernova partlayışında əmələ gələn dəmir 60 elementi 1,5 milyon il ömrü olan radioaktiv izotopdur. Yerin altındakı təbəqələrdə rast gəlinən bu izotop yaxın kosmosda olan elementlərin nüvə sintezindən keçərək əvvəlcə yer atmosferinə, oradan da yerin alt təbəqələrinə enərək meydana gəlmişdi. Bütün bunlardan da dəmirin yerdə əmələ gəlmədiyini, supernovalardan göy cisimləri vasitəsilə ötürülərək eyni ilə ayədə bildirildiyi kimi yerə endirildiyini görürük. Bu hadisənin Quranın nazil edildiyi 7-ci əsrdə elmi şəkildə sübut edilməsinin qeyri-mümkünlüyü isə məlumdur. Bu həqiqət yalnız sonsuz qüdrət sahibi olan Allahın sözündə, Quranda var. Bununla belə dəmirdən bəhs edən Hədid surəsinin 25-ci ayəsi 2 olduqca maraqlı riyazi şifrədən ibarətdir. Belə ki, Hədid surəsi Quranın 57-ci surəsidir. Dəmir izotopunun atom ağırlığı da 57-dir. Hədid sözünün əbcəd hesabı 26-dır. Dəmirin atom sayı da 26-dır.